Aha. Nemət müəllim, bir məsələni mənə çox maraqlıdır. Bu cinsi azlıqlardan söz düşmüşkən, dinin buna baxışını bilmək istəyib. Çünki onlar çox zaman deyir ki, məni Allah belə yaradıb. Mənim günahım deyil ki, Allah məni yaradıb. Yıxır günahı Allahın üzərinə. Allah səni yaratdı, amma sən bunu gizlətmədin, tökdün ortalığa və hamıya da deyirsən, gəlin mənə bənzəyin. Baxın, problemimiz odur. İslam insanların şəxsi həyatlarına toxunma ixtiyarı vermir. Hər kəsin şəxsi həyatı özünədir. Və İslam heç kimin şəxsiyyətinə dil uzatmağa da icazə vermir. Çünki hər kəs özünə görə bir şəxsiyyət olur. Yanlış və ya düz fərq etməz. Azərbaycan Respublikasının qanunları. Bəli, qanunvericiliyimiz də eyni şeyi təsdiqləyir. Sadəcə bugün ən mühüm problem oradadır ki, onlar əslində bilirsiniz bir xəstəlikdir nəticə etibarilə. Və biz xəstə insan olaraq onlara dil uzatmaq məcburiyyətində deyilik və uzada bilmərik. Amma bizim vurğulamaq istədiyimiz, bizə ağır gələn mövzu o xəstəliklərini reklam edərək insanları yanlış yerə, yetişən gəncliyimizi yanlış yerə çəkmələridir. Virus kimi yayılır.